İnsan günah elədi. İnsan səhv elədi. Bu günah ki, insanın ruhundakı tənəzzül yaradır. Bax, bunu insan necə kompensasiya edə bilər? Çünki insan günah elədisə, ruh xarab oldu. Bunu insan necə kompensasiya elər? Allah ona qapı açıb. Deyib ki, gəl Rəbbinə istiğfar elə, göz yaşı tök, kompensasiya olsun. Siz Allah bundan başqa yolu var? Görün nə gözəl Allah özünü bizə tanıtmaqla lütf eləyib Allah. Görün nə gözəl yoldur. Görün nə möhtəşəmdir. Deyib mənə təvəkkül elə, mənə pənah apar, mənə ümid bəslə. Tövhidin bütün mərhələləri bunun üçündür. Belə olsa sən şərafətli olacaqsan. Sən məni yad elə ey bəndə. Məni yad elə, məni yad eləməklə sən nuraniyyət əldə edəcəksən. Gözəlliyi əldə edəcəksən. Sən keyf alacaqsan dünyada. Axirətindəki həmişəlik yaxşı olacaq. Amma bu dünyanı da keyflə bitirəcəksən. Mənim məhzərimdə səcdə elə. Mənlə dərdləş. Elə bir kəslə dərdləş ki, ondan üstün yaradılış yoxdur. O qüdrətlidir, o elmlidir, o hər şeydən xəbərdardır. Sənin tamam istəklərindən xəbərdardır. Sən hardasan ondan xəbərdardır. Dünyadan xəbərdardır. Sənin halətindən xəbərdardır və sənə nə qədər mərhəmətlidir. Təsəvvür edirsiniz, bu qədər günah eləyirik, birində acığı tutmur bizə. Günah eləyirik, sözünə baxmırıq. Bir də qaydırıq yenə həmişəki kimi, yenə də nə lazımdırsa eləyir. Duamızı qəbul eləyir, hacətimizi verir. 100 dənə günah eləyirik, bəzən namazlara atırıq, bəzən oruc tutmuruq, amma qaydırıq yenə elə bilirsən ki, elə həmən Allahdır. Heç vaxt görmürük ki, elə bir keçən dəfəki Allah deyil. Namazı atmamışdan əvvəlki Allahdır. Görürsən, elə yenə həmən Allahdır. Bu Allahın nə qədər rəhmətidir. Ona görə Quranda, ümumiyyətlə dini mətnlərdə buyurur ki, məni zikr eləyin, məni yad eləyin, mənə tərəf gəlin. Eləhi özünü tanıtır ki, ey bəndə, mənimlə xoşbəxt ol. Çox əzəmətli varlıq deyə, insan onun varlığının yanında çox cüzi bir varlıqdır, çox kiçik bir varlıq. Amma o əzəməti ilə insanların hidayət prosesinə qoşulur. Heç bir mənfəəti də yoxdur. İnsanın ibadətinin, nə bilim, zikrinin Allaha zərrə qədər xeyri, mənfəəti yoxdur.